Bürc TV Bürc həvəskarlarına 15 aprel 2025-ci il üçün astroloji proqnozunu təqdim edir. Əməyə qiymət olaraq videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Qoç. Gün gərgin başlayacaq, lakin sonra hər şey yoluna düşəcək. Bir çox Qoç bürcündə doğulanlar günün əvvəlində əsəbi və səbirsiz ola bilər. Bu isə başqaları ilə anlaşmağı çətinləşdirəcək. Tez-tez təkcə işlə bağlı yox, həm də məişət məsələlərinin həlli ilə məşğul olmalı olacaqsınız. Səhər saatlarını tanış və sadə işlərə, səliqə-sahman yaratmağa və əvvəlki səhvləri düzəltməyə həsr etmək daha yaxşıdır. Tədricən özünüzü toparlaya biləcəksiniz və bu günün ikinci yarısını daha məhsuldar edəcək. Əvvəllər münasibətlərinizdə gərginlik olan insanlarla dil tapa biləcək və yaranmış fikir ayrılıqlarını aradan qaldıracaqsınız. Mürəkkəb tapşırıqları uğurla yerinə yetirəcək və nəticələr sizi sevindirəcək. Səhər fikir ayrılıqlarından və mübahisələrdən qaçmaq çətin olacaq, ünsiyyət baxımından bu tam əlverişli zaman deyil. Həmişəkindən daha əsəbi olacaqsınız, xırda şeylərə görə qıcıqlana, hətta əvvəllər çox yaxşı anlaşdığınız insanlardan da inciyə bilərsiniz. Ancaq tezliklə vəziyyət dəyişəcək, əhvalınız yaxşılaşacaq, sevinç üçün səbəblər olacaq, qarşılıqlı anlaşma bərpa olunacaq. Günortadan sonra özünüzü həddindən artıq yükləməyin. Çox şey edə bilərsiniz, amma hər şey yox. Özünüzə qısa bir fasilə verərək çətin və yorucu işləri təxirə salın. Gün vacib qərarlar qəbul etmək, gələcəklə bağlı planlara qərar vermək üçün mükəmməldir. Siz xəyallara qapılmayacaqsınız, əvvəllər yalnız qeyri-müəyyən şəkildə təxmin edə bildiyinizi aydın şəkildə görəcəksiniz. Məsləhətlər faydalı olacaq, çünki sizi yaxşı başa düşən, nələrdən keçməli olduğunuzu bilən insanlar tərəfindən veriləcək. Boş yerə vaxt itirmək istəməyəcəksiniz, çox faydalı işlər görməyə vaxtınız olacaq. Bəziləri son vaxtlar həm özlərini, həm də yaxınlarını narahat edən məsələləri necə həll edəcəklərini başa düşəcəklər. Qətiyyətiniz istədiyiniz nəticəni tez bir zamanda əldə etməyə kömək edəcəkdir. Yalnız özünüz üçün deyil, ümumi məqsədlər istiqamətində də çox faydalı işlər görməyə vaxtınız olacaq. Ətrafınızdakı insanlar köməyinizə və dəstəyinizə görə minnətdar olacaqlar. Xeyirxahlığınız bəzi insanlarda güclü təəssürat yaradacaq, onlar dərhal sizinlə dost olmaq istəyəcəklər. Həm şəxsi, həm də işgüzar münasibətlər ahəngdar şəkildə inkişaf edəcək, mübahisələr üçün heç bir səbəb olmayacaq. Gün maliyyə məsələlərinin həlli, sövdələşmələr üçün münasibdir. Həm də dövlət təşkilatlarına müraciət edə, rəsmi sorğular tərtib edə, sənədləşmə işləri ilə məşğul ola bilərsiniz. Bütün işləri uşura bağlamaq sizin üçün çətin olmayacaq. İntuisiyanız ünsiyyətdə kömək edəcək, onun məsləhətləri sayəsində siz tez bir zamanda yeni tanışlar haqqında düzgün təəssürat yaradacaqsınız, başqalarının fikrində nə olduğunu başa düşəcəksiniz. Nə evdə, nə də işdə qarşısı alınmaz fikir ayrılıqları olmayacaq. Bəzi gərgin anlar mümkündür, lakin siz gərginlikləri yumşaltmaq üçün bir yol tapacaqsınız. Uğurlu təsadüflər sizin üçün cəlbedici peşəkar perspektivlər aça bilər. Həmişəkindən daha çox işlər çıxacaq olacaq, lakin siz onların öhdəsindən tez gələcəksiniz. Pul gəliriniz də ola bilər. Buğa. Enerjiniz yüksək olacaq və özünüzü güclü hiss edəcəksiniz. Hərəkət azadlığı və müsbət yanaşmanız istənilən çətinliyin öhdəsindən gəlməyinizə imkan verəcək. Bununla belə, bəzi buğalar üçün ehtiyatlı olmaq vacibdir. Düşünülməmiş addımlar istənməyən nəticələr doğura bilər. Rəqabət şəraitində üstünlük qazanacaqsınız. Bu enerjini düzgün istiqamətə yönəltsəniz, parlaq nəticələr əldə edə və özünüzü ən yaxşı tərəfdən göstərə bilərsiniz. Özünüzə olan inam sizə əvvəllər tərəddüd etdiyiniz işləri görməkdə kömək edəcək. Axşam saatları dostlarla görüşmək və səmimi söhbətlər üçün çox münasibdir. Günün başlanğıcı məhsuldar olacaq. Bu vaxt mürəkkəb problemlərin, o cümlədən əvvəllər həll edilə bilməyən məsələlərin həlli üçün mükəmməldir. Gözlənilməz kəşflər, uzaqdan xoş xəbərlər, eləcə də maraqlı düşüncələrə səbəb ola biləcək hadisələr yer ala bilər. Bu zaman fikirlərinizi bölüşməkdən çəkinməyin, hamı onları bəyənəcək. Günün ikinci yarısı işgüzar nöqteyi nəzərdən daha uğursuz olsa da istirahət və əyləncə üçün əladır. Romantik görüşlər də yaxşı keçəcək. Bəzilərini xoş tanışlıqlar gözləyir. Gün qeyri-adi və ruhlandırıcı olacaq, şübhəsiz ki, razı qalacaqsınız. Darıxdığınız insanları görmək fürsəti yaranacaq.
Ünsiyyət sevindirəcək, çoxlu maraqlı söhbətlər, gülməli anlar və canlı emosiyalar olacaq. Bəzi qeyri-adi yerlərə baş çəkə bilərsiniz, gözəl vaxt keçirəcəksiniz. Ancaq məlumatları öyrənmək, toplamaq və təhlil etmək kimi ciddi fəaliyyətlər üçün də vaxtınız qalacaq. Uzaqdan çoxdan gözlənilən xəbərlər sizi sevindirəcək, onlar gözlədiyinizdən də yaxşı olacaq. Həyatınızı kökündən dəyişdirməyə tələsməyin. Bugün əvvəllər səhv etdiyiniz üzə çıxa bilər və dərhal yeni bir şəkildə hərəkət etmək istəyəcəksiniz. Amma biraz gözləmək, mövcud vəziyyəti düşünmək, etibar etdiyiniz insanla məsləhətləşmək daha faydalı olacaq. Qızğın emosiyaların təsiri altında edilən hərəkətlərin gözlənilən nəticəni verməsi ehtimalı azdır. Ancaq yaxşı düşünülmüş hərəkətlər məqsədə çatmağa kömək edəcək. Pulla ehtiyatlı olmaq lazımdır. Əvvəlcədən planlaşdırılmadığı halda maliyyə əməliyyatları və alışlar üçün əlverişli gün deyil. Sizi uzaqdan xoş və planlarınıza təsir edəcək xəbərlər gözləyir. Nəyisə sonraya təxirə salmaq lazım gələcək və siz buna sevinəcəksiniz, çünki diqqətinizi daha maraqlı şeylərə yönəltmək imkanı olacaq. Başqaları ilə çətinlik çəkmədən yola gedəcəksiniz, hətta əvvəllər hər hansı bir xırdalıq üstündə mübahisə etdiyiniz insanlarla da razılaşacaqsınız. Gün iş və bizneslə bağlı məsələlərin müzakirəsi üçün mükəmməldir. Ancaq bəzi şəxsi məsələlərdən də danışmaq faydalı olacaq. Sizi yaxşı tanıyan bir insan sizə necə davam edəcəyinizi söyləyəcək. Əkizlər. Gün kifayət qədər gərgin və məşğul keçəcək. Səhər saatlarında məişət problemləri gözlənilmədən ortaya çıxacaq və planlarınızı dəyişməyə məcbur edəcək. Əkizlərin əksəriyyəti vacib və məsuliyyətli tapşırıqlara tələsmədən başlamalıdır. Günə yavaş-yavaş alışmaq, sənədləri qaydaya salmaq və iş ritminə uyğunlaşmaq daha məqsədə uyğundur. Kiçik fikir ayrılıqları mümkündür. Duyğularınıza nəzarət etməyə çalışın, incə və təmkinli olun. Həmsöhbətinizə qarşı üstünlük nümayiş etdirməyə çalışmayın. Bu halda mübahisələrdən yayınmaq və ətrafdakılarla yaxşı münasibət saxlamaq mümkün olacaq. Bugün bir çox cəhətdən şanslı olacaqsınız. Mürəkkəb işlərin öhdəsindən tez gəlmək mümkün olacaq. İstənilən işə yaradıcı yanaşmaq, məqsədə çatmaq üçün qeyri-adi, lakin təsirli üsul tapmaq bacarığı sayəsində uğur qazanacaqsınız. Gün tanışlıq, işgüzar və şəxsi görüşlər, müxtəlif insanlarla ünsiyyət üçün əladır. Siz tez-tez ünsiyyət qurmağa son dərəcə istəksiz olan insanlarla belə dərhal ümumi dil tapa bilərsiniz. Maraqlı romantik hekayənin başlanğıcı istisna edilmir. Gün çox fərqli insanlarla ünsiyyət üçün mükəmməldir. Köhnə tanışlarınızla və ilk dəfə gördüyünüz insanlarla eyni dərəcədə asanlıqla anlaşacaqsınız. Cazibədarlığınız ümumiyyətlə heç kimi sevməyənlərdə də yaxşı təəssürat yaratmağa kömək edəcək. Dostluq və ya romantik bir hekayənin başlanğıcı istisna edilmir. Nağd pul daxil olmaları və eləcə də hədiyyələr ola bilər. Səyahətlər yaxşı olacaq. Bəziləri çoxdan ziyarət etmək arzusunda olduqları yerlərə gedəcək və çoxlu canlı təəssüratlar alacaqlar. Evdən uzaqda qeyri-adi görüşlər mümkündür. Onlar uzun müddət yadda qalacaq. Vacib söhbətlər, xoş təəssürat yaratmaq lazım olan insanlarla görüşlər, planların və perspektivlərin müzakirəsi üçün əla gündür. Əvvəllər çoxlu fikir ayrılığına və qızğın müzakirələrə səbəb olan məsələlərə toxuna bilərsiniz. Bugün hər şeyi razılaşdırmaq, hamının razı qalacağı sonluğa çatmaq mümkün olacaq. Burada son sözü sizin cazibədarlığınız deyəcək. Hətta adətən tənqidi yanaşan və yalnız başqalarının çatışmazlıqlarını görənlər də sizi bəyənəcəklər. Yeni bir işdə çətinliklər yarana bilər, ancaq ilk mərhələdə. Səbrli olun, dərhal olmasa da hər şey düzələcək. Gün sizi xoş görüşlər və maraqlı tanışlıqlarla sevindirəcək. Müxtəlif insanları sevindirə biləcəksiniz. Yeni dostlar qazanmağınız mümkündür və romantik bir hekayənin başlanğıcı da tamamilə mümkündür. Siz işlərdə tələsməməyə üstünlük verəcəksiniz və düzgün olanı edəcəksiniz. Bu, özünüzə inamı artıracaq. Biznes sferasında yaxşılığa doğru dəyişikliklər mümkündür. Biliyiniz qiymətləndiriləcək, nüfuzunuz artacaq. Bəziləri güclü insanların dəstəyini alacaq və çoxdan planlaşdırdıqlarını yerinə yetirəcəklər. Xərçəng. Gün uğurlu başlayacaq. Hətta başqalarının çətinlik çəkdiyi işlərdə siz uğur qazanacaqsınız.
Səyahət və işgüzar səfərlər üçün əlverişli vaxtdır. Bir çox xərçənglər sərfəli sövdələşmələr bağlayacaq və xarici tərəfdaşlarla uğurlu əməkdaşlıq quracaqlar. Yeni faydalı əlaqələr yaratmaq üçün əla imkanlar olacaq. Gələcəkdə sizə faydalı olacaq biliklər əldə etmək baxımından da uyğun gündür. Günün sonunda öz imkanlarınızı həddindən artıq qiymətləndirməməyə çalışın. Tələsik verilən vədlər sonradan artan iş yükünü daşımağı çətinləşdirə bilər. Narahat, lakin məhsuldar və maraqlı gündür. Həmişəkindən daha tez-tez başqalarının işləri ilə məşğul olmalı, öz günahınız olmadan yaranan problemləri həll etməlisiniz. Başqaları üçün çox faydalı işlər görəcək, ruhdan düşənlərə dəstək olacaq, özünü itirənlərə yol tapmaqda kömək edəcəksiniz. Amma həddindən artıq işləməmək vacibdir. Günün ilk yarısında çox enerjili olacaqsınız, günün ikinci yarısında isə istirahətə zaman ayırın. Özünüzə qısa bir fasilə verin, bütün təcili olmayan işləri təxirə salın, gündəlik işlərdən yayının. Gün sürprizlər gətirəcək. Planlarınıza təsir edəcək, diqqətinizi başqalarına yönəltmək üçün bəzi işləri təxirə salmağa vadar edəcək hadisələr baş verə bilər. Bu, çətin ki, sizi sevindirsin, amma çox da narazı qalmayacaqsınız. İntuisiyanız sizə hər şeyin öhdəsindən gələ biləcəyinizi söyləyəcək və yanılmayacaq. Qonaqlar dəvətsiz gələ bilərlər və bu, sizi sevindirəcək. Həmfikir insanlarla sizi narahat edən məsələlər barədə danışa biləcəksiniz. Son vaxtlar çatışmayan dəstəyi alacaqsınız və özünüzü daha yaxşı hiss edəcəksiniz. Bugün dediyiniz hər şeyi başqaları xüsusilə diqqətlə dinləyəcək və uzun müddət xatırlayacaqlar. Ona görə də vədlərlə diqqətli olmalısınız. Doğruluğuna özünüz əmin olmadığınız yoxlanılmamış məlumatları, təxminləri paylaşmağa ehtiyac yoxdur. İşgüzar danışıqlar yaxşı keçəcək, şübhə edənləri haqlı olduğunuza inandıracaqsınız. Dostlarla görüşmək, xüsusən də birlikdə səyahətə çıxsanız və ya yeni bir iş görsəniz, sevindirici olacaq. Ola bilsin ki, bəzi köhnə problemlər yenidən üzə çıxsın. Əgər diqqətinizi bunlara yönəltsəniz, şübhəsiz ki, bir çıxış yolu tapacaqsınız. İnsanlarla ünsiyyət qurmaq, onlara yanaşma tapmaq bacarığı bugün sizə çox faydalı olacaq. Adətən, təmas qurmaqdan çəkinən və hər hansı təklifi dərhal rədd edənlərlə də birgə hərəkətləri razılaşdırmaq mümkün olacaq. Köhnə əlaqələri bərpa edə, mübahisə etdiyiniz insanlarla barışa bilərsiniz. Maddi gəlirləriniz ola bilər. Hədiyyələr də istisna edilmir. İşdəki uğurlar kiçik olacaq, lakin siz onlardan razı qalacaqsınız, çünki daha əhəmiyyətli qələbələrin uzaqda olmadığı aydınlaşacaq. Şiir. Qeyri-müəyyən, amma maraqlı bir gündür. Səhər saatları mürəkkəb məsələlərin həlli üçün çox əlverişlidir. Bir çox şirlər tanımadıqları sahələrdə belə uğurla irəliləyəcək, yeni bilikləri tez mənimsəyəcək və nəyi necə istifadə etməyin daha səmərəli olduğunu anlayacaqlar. Cəsarətli təkliflərlə çıxış etmək üçün də münasib vaxtdır, rəhbərlik sizin təşəbbüskarlığınızı və səylərinizi yüksək qiymətləndirəcək. Günün sonunda isə gərginlik arta bilər. Bəzi insanlarla münasibətlərdə anlayış tapmaq çətinləşəcək. Artan əsəbilik ünsiyyətdə sizi çətin vəziyyətə sala bilər. Bununla belə ciddi münaqişələrdən çəkinmək mümkündür. Gün dünyaya nəyə qadir olduğunuzu göstərmək üçün mükəmməldir. Keçmişdə əldə etdiyiniz uğurlardan danışın və qazandığınız qələbələri gizlətməyin. Yalnız diqqəti cəlb etmək deyil, həm də vacib insanları öz fikirlərinizlə maraqlandırmaq imkanınız olacaq. Faydalı tanışlıqlar və görüşlər mümkündür və sonra maraqlı təkliflər alacaqsınız. Emosional fon əlverişlidir və əhvalınız yaxşı olacaq. Axşamı dostlarla keçirməyə dəyər, onlar şübhəsiz ki, maraqlı nəsə təklif edəcəklər və xoş xəbərlər paylaşa bilərlər. Sevgi görüşü də sizi məyus etməyəcək. Gün gərgin və maraqlı olacaq. Hadisələrin gözlədiyiniz kimi inkişaf etməsi ehtimalı azdır, çoxlu sürprizlər olacaq. İmprovizasiya etmək, yolda qərar qəbul etmək, vəziyyəti çevik idarə etmək bacarığı faydalı olacaq. Bu keyfiyyətlər sayəsində siz nəinki məqsədlərinizə çatacaqsınız, həm də xoş tanışlıqlar əldə edəcəksiniz. Yəqin ki, bir dostluğun və ya romantik bir hekayənin başlanğıcı qoyulacaq. Başqaları ilə ünsiyyət həmişə asan və xoş olmayacaq. Xırda şeylərə görə həyəcanlanan, istənilən irada kəskin reaksiya verə bilərsiniz. Amma ciddi münaqişə baş verməyəcək, bütün gərginlikləri yumşalda biləcəksiniz.
Axşama yaxın münasibətlərdə harmoniya bərpa olunacaq. Bəlkə də gün sizə darıxdırıcı görünəcək, çətin bir problemi parlaq şəkildə həll etmək, vacib bir qələbə qazanmaq, bir şücaət göstərmək və ya dünyanı yaxşılığa doğru dəyişdirmək imkanının olması ehtimalı azdır. Ancaq yığılmış işlərlə məşğul olacaq, planlar barədə qərar verəcək, diqqət tələb edən məsələləri müzakirə edəcəksiniz. Bu gün yaxınlarınızın xüsusilə diqqətinizə ehtiyacı var, uzun söhbətlərə hazır olun. Bəzən onlar xoşa gəlməz ola bilər, amma əlbəttə ki, çox şeyə aydınlıq gətirəcək, münasibətləri yaxşılığa doğru dəyişməyə kömək edəcəklər. Axşam sizin üçün xüsusilə əziz olan insanla bağlı xoş xəbərlər alacaqsınız. Sizi ailədə xoş hadisələr, eləcə də ən əziz insanlarla bağlı xoş xəbərlər gözləyir. Son zamanlar hər kəsi narahat edən problemlər gözlənilmədən həll olunacaq. Yeni planlar yaranacaq, onların həyata keçirilməsində təkcə siz deyil, dostlarınız da maraqlı olacaqlar. Bugün hər şeyi tələsmədən müzakirə etmək, ilk olaraq nə edəcəyinizə qərar vermək mümkün olacaq. Gün işgüzar danışıqlar üçün mükəmməldir, onları parlaq keçirəcəksiniz. Hətta əvvəllər tamamilə fərqli şərtlər tələb edən insanlar da sizin təkliflərinizlə razılaşacaqlar. İstənilən problemin həllində yaradıcı olmağa çalışacaqsınız və bu istədiyiniz nəticəni tez gətirəcək. Qız. Gün olduqca uğurlu başlayacaq, ona görə də vaxtınızı boş yerə sərf etməyin. İddialı layihələrə başlamaq və çətin tapşırıqları yerinə yetirmək üçün ideal zamandır. Bir çox qız bürcü nümayəndəsinin intuisiya güclü olacaq və bu, çətin situasiyalarda düzgün qərarlar qəbul etməyə kömək edəcək. Ancaq özünüzə həddindən artıq güvənmək sizi səhvlərə sürükləyə bilər. Təcrübəli insanlardan gələn məsləhətləri dəyərləndirməkdə fayda var. Axşam saatlarında evlə bağlı məsələlər diqqətinizi cəlb edə bilər. Yaşlı qohumlara kömək etməli olacaqsınız. Bu, həm sizə mənəvi rahatlıq verəcək, həm də ailə münasibətlərinizi möhkəmləndirəcək. Gün bəzi vacib məsələləri müzakirə etmək, dostlar və digər yaxın insanlarla hamı üçün vacib olan problemləri necə həll edəcəyinizi razılaşdırmaq üçün mükəmməldir. İndi çoxları sizin fikrinizi dinləməyə hazırdır. Bu, işdə lazımsız mübahisələrin qarşısını alacaq, həmkarlarla ünsiyyəti daha zövqlü edəcək. Günün ilk yarısı yaradıcı yanaşma, təxəyyül və qeyri-standart baxış tələb edən fəaliyyətlər üçün münasib vaxtdır. Daha sonra diqqət və dəqiqlik tələb edən işlərə keçmək mümkün olacaq. Günün başlanğıcı vacib söhbətlər, ciddi məsələlərin müzakirəsi üçün çətin ki, uyğun olsun. Xırda məsələlər haqqında xoş söhbətlərlə məhdudlaşmaq, qalanını isə sonraya təxirə salmaq daha yaxşıdır. Tənqidi ifadələrdən inciməməyə və təxribatlara tab gətirməyə çalışın. Əgər dinc və xeyirxah olsanız, başqaları ilə münasibətlər tezliklə yenidən ahəngdar və isti olacaq. Günün ikinci yarısı sevindirəcək. Bu zaman üzərinizə götürdüyünüz hər işin öhdəsindən mükəmməl gələ biləcəksiniz, ona görə də çətin işlərdən və yeni vəzifələrdən qorxmayın. Gün gərgin, lakin çox məhsuldar olacaq. Gözlədiyinizdən daha təcili işlər ortaya çıxacaq və nədən başlayacağınızı dərhal başa düşmək mümkün olmayacaq. Ətrafdakı insanlar kömək etməkdən daha çox çaşdırmaqla məşğul olacaqlar. Kənardan gələn məsləhətlər tamamilə faydasız ola bilər, ancaq öz intuisiyanızın məsləhətlərinə qulaq asmalısınız. Bugün boş vaxtınız az olsa da dostlarınızla söhbət etməyə, yaxınlarınıza diqqət yetirməyə çalışın. Bu, əhvalınızı xeyli yaxşılaşdıracaq. Bəlkə də bugün həyatınızda nəyisə kökündən dəyişmək istəyirsiniz. Qəti hərəkətlərə keçməyə tələsməyin, əvvəlcə bunu düşünməli, hərəkətlərinizin mümkün nəticələrini qiymətləndirməlisiniz. Yaxşı qərarlar çətin ki, dərhal ağlınıza gəlsin, hər şeyi düşünmək üçün özünüzə vaxt verin. Gündəlik işlər həmişəkindən daha darıxdırıcı görünə bilər və tez-tez diqqətiniz yayınacaq. Ancaq yenə də ciddi səhvlər etməyəcəksiniz və kiçik səhvləri vaxtında görəcək və düzəldəcəksiniz. Maliyyə məsələlərinin həllində daha diqqətli olmağa dəyər. Bu, plansız alışlar üçün ən yaxşı gün deyil. Tərəzi. Ziddiyyətli gündür. Səhər saatlarında hər zaman haqlı olmasanız da, hər mövzu üzrə mübahisəyə meyilli olacaqsınız. Ancaq emosiyalarına nəzarət edə bilən tərəzilər həm əhəmiyyətli uğurlar əldə edəcək, həm də ətraflarında sakit və harmonik mühit yarada biləcəklər. İşgüzar tərəfdaşlarla bir çox ümumi maraqlar tapmaq mümkün olacaq.
Dediklərinizə diqqət yetirin, incəlik və təmkin sizin ən güclü tərəfinizə çevriləcək. Axşam saatları oxumaq, imtahanlara hazırlaşmaq və mürəkkəb məsələləri çözmək üçün əlverişlidir. Hər şeyin öhdəsindən gələcək və vaxtında çatdıra biləcəksiniz. İstənilən vacib suala cavab tapa, mühüm kəşflər edə biləcəyiniz gündür. Hətta adi işlərə də başqalarından fərqli baxırsınız. Çox vaxt təcrübəniz düzgün qərarları tez qəbul etməyə kömək edir, buna görə də düşünməyə vaxt itirməyə ehtiyac yoxdur. Bir çoxları mürəkkəb maliyyə məsələlərini həll edə və gəlirlərində nəzərə çarpacaq artım əldə edə biləcəklər. Öz biznesinizlə bağlı maraqlı ideyalarınız yarana bilər. Gözlənilməz mənbələrdən qazanc əldə etməyiniz mümkündür. Başqalarından əvvəl dəyərli məlumat alacaqsınız və ya vacib bir şeyi təxmin edəcəksiniz, çətin suallara düzgün cavablar tapacaqsınız, əvvəllər sirri olanları aşkarlayacaqsınız. Bununla belə nəticə çıxarmağa tələsməmək vacibdir. İlk təəssürat həmişə düzgün olmayacaq, hər şeyi anlamaq üçün biraz vaxt lazımdır. İdeya və planlarınızı bölüşmək üçün əla gündür. Siz asanlıqla köməkçilər və həmfikirlər tapa, ehtiyacınız varsa dəstək ala bilərsiniz. Birgə hərəkətlər uzun bir dostluğa və ya gözəl bir romantik hekayəyə çevrilə bilər. Mürəkkəb problemlərin həlli üçün əlverişli gündür. Son zamanlar sizi narahat edən suallara cavablar olacaq, hədəflərinizə daha tez çatmaq üçün necə hərəkət etməli olduğunuz aydınlaşacaq. Tamamilə yeni planlar naminə bəzi köhnə planlardan imtina etməli ola bilərsiniz. Bunu biraz təəssüf hissi ilə qarşılayacaqsınız, amma tezliklə hər şeyin yaxşı olduğunu başa düşəcəksiniz. Bugün həmfikir insanlarla ünsiyyətdən xüsusilə şad olacaqsınız. Ümumi planları müzakirə edə, narahatlıq və qorxularınız haqqında danışa, çoxdan narahat edən suallara birlikdə cavab axtara bilərsiniz. Həddindən artıq işləməməyə çalışın. Bugün vacib və ciddi məsələlər üçün çətin ki münasibdir. Çox diqqətli olmayacaqsınız, nəyisə görməzdən gələ bilərsiniz. Ancaq yaxınlıqda maraqlarınızı və məqsədlərinizi bölüşən bir insan varsa, onun köməyi sayəsində hər şey yaxşı olacaq. İşgüzar və şəxsi görüşlər məyus etməyəcək. Bugün müxtəlif insanlarla ümumi dil tapmaq sizin üçün asan olacaq. Hətta son rəqibləri müttəfiqə çevirmək mümkün olacaq. Ancaq hətta xoş ünsiyyət də yorucu görünə bilər. Axşam saatlarında bəziləri tək qalmaq istəyəcəklər. Əqrəb. Asan keçməsə də uğurlu gündür. Artıq sizə faydası olmayan və yükə çevrilmiş şeylərdən qurtulmaq üçün münasib zamandır. Bir çox əqrəblər bugün intuisiyalarına güvənməlidirlər, məntiqin kifayət etmədiyi hallarda o, sizə doğru yol göstərəcək. İş yoldaşları və ya yaxınlarınızla mühüm məsələləri müzakirə etmək üçün də uyğun şərait yaranacaq. Günün ikinci yarısında səbəbsiz narahatlıq hissi ilə üzləşə bilərsiniz. Bu vaxt yeni layihələrə başlamamaq və önəmli qərarlar verməmək daha yaxşıdır. Yaxınlarınızın və ya dostlarınızın dəstəyi bu narahatlığın öhdəsindən gəlməyinizə yardımcı olacaq. Səhər sakit qalmaq asan olmayacaq, kiçik işlər ciddi görünə bilər, qəzəblənməyə və xırda şeylərdən narahat olmağa başlamağınız mümkündür. Buna görə də günün birinci yarısı üçün heç bir xüsusilə çətin işi və ya vacib görüşləri planlaşdırmamaq daha yaxşıdır. Bir az gözləyin, müsbət tendensiyaların təsiri tezliklə artacaq, özünüzü tamamilə fərqli hiss edəcəksiniz. Günün ikinci yarısı daha xoş keçəcək, xoş xəbərlər, maraqlı təkliflər vəd edir. Görüşlər və tanışlıqlar, xoşladığınız insanlarla ünsiyyət üçün əla gündür. Sizi hətta əvvəllər heç kimə əhəmiyyət verməyənlər də görəcək və bu təəccüblü deyil, parlaq şəxsiyyətiniz diqqət çəkəcək, yanınızdan laqeyd tərzdə keçmək mümkün olmayacaq. Özünüz barədə çoxlu xoş sözlər eşidəcəksiniz və bütün bunlar doğru olacaq. Bugün konsentrasiya tələb edən işlər üçün çətin ki, münasib olsun. Onlar həmişəkindən daha tez yoracaq. Kiçik, lakin bezdirici və uğursuz səhvlər istisna edilmir. Rahatlanın, gündəlik işlərə ara verin, bu sizin üçün əla nəticə verəcək və fayda gətirəcək. Gün parlaq və yadda qalan olacaq. Bu, sizi ruhlandıracaq, daha sonra hara gedəcəyinizi söyləyəcək bəzi qeyri-adi hadisələr yer ala bilər. Xaraktercə köhnə tanışlarınıza heç bənzəməyən insanlarla ünsiyyət qurmaq imkanı yaranacaq. Dostluğun və ya romantik bir hekayənin başlaması da mümkündür. Pul qazancınız da ola bilər. Gözləmədiyiniz mənbələrdən də gələ bilər. Qazancınızı dərhal xərcləməyin, bu məbləğdən necə istifadə edəcəyiniz tezliklə bəlli olacaq.
Hədiyyə də istisna edilmir, ucuz, lakin çox xoş olacaq. Sizi xoş gün gözləyir. O, şübhəsiz ki, yaxın gələcəkdə həyata keçirilə biləcək xoş ideyalar gətirəcək. Planlarınız çoxlarının xoşuna gələcək, onların həyata keçirilməsində kömək etmək istəyənlər olacaq. Ümumi işlər dostluq və ya romantik münasibətlərə yol aça bilər. Gün peşəkar tədbirlərə baş çəkmək üçün idealdır. Seminarlar, konfranslar və təcrübəniz haqqında danışmaq, başqaları üçün maraqlı olacaq məlumatları bölüşmək faydalıdır. Uğurlarınız diqqəti cəlb edəcək və tezliklə işgüzar təkliflər alacaqsınız. Ox atan. Parlaq və hadisələrlə dolu gündür. Bacarıq və keyfiyyətlərinizi nümayiş etdirə biləcək, bir çox vacib məsələləri həll edəcək və karyera yüksəlişi şanslarınızı artıracaqsınız. Bir çox ox atanlar faydalı əlaqələr quracaq, nüfuzlu insanlarla münasibətlər yaradacaq. Köhnə tanışlıqları bərpa etmək üçün də əlverişli zamandır. Qeyri-adi dərəcədə inandırıcı və təsirli danışacaqsınız, bu isə əvvəllər sizinlə məsafəli davranan insanlara da yaxınlaşma imkanı yaradacaq. Axşam saatlarında emosional vəziyyətinizə diqqət yetirin. Gələcək planlarınızı dəyərləndirmək və nə istədiyinizi anlamaq üçün tək qalmaq sizə yaxşı təsir edə bilər. Gün həm əməkdaşlığa başlamaq, həm də işgüzar əlaqələrin möhkəmləndirilməsi üçün əlverişli olacaq. Həm köhnə müttəfiqlərlə, həm də bugün ilk dəfə görüşəcəyiniz insanlarla asanlıqla ümumi dil tapacaqsınız. İntuisiyanız sizə fikir və planlarınız haqqında necə danışacağınızı söyləyəcək ki, hamı onlarla maraqlansın. Bugün görüləsi işlərin kifayət qədər çox olmasına baxmayaraq, hələ də dincəlməyə və yaxınlarınızla ünsiyyətə vaxtınız olacaq. Axşam ev məclisi üçün idealdır, onun bütün iştirakçıları çoxlu müsbət emosiyalar alacaqlar. Kiçik alışlar edə bilərsiniz, onlar uğurlu olacaq. Gün gərgin, lakin maraqlı olacaq. Başqaları ilə asanlıqla ümumi dil tapa bilərsiniz, ancaq özünüzlə həmişə harmoniyada olmayacaqsınız. Bəzilərinə hisslərini və istəklərini anlamaq, onlar üçün həqiqətən nəyin vacib olduğunu başa düşmək üçün vaxt lazımdır. Sonra özünüzü daha sərbəst və inamlı hiss edəcəksiniz. Mürəkkəb işlərlə tez bir zamanda məşğul olmaq, hər kəsin uzun müddətdir beynini qarışdıran məsələləri həll etmək mümkün olacaq. Anlayışınız sayəsində kimin nəyi gizlətməyə çox çalışdığını təxmin edəcəksiniz. Çox şeyə nail ola bilərsiniz. Bunun asan olacağını söyləmək olmaz, yolda maneələr yarana bilər, müttəfiqlər həmişə sizə dəstək ola bilməyəcək, bəzi kiçik anlaşılmazlıqlar mümkündür. Ancaq çətinliklər qarşısında geri çəkilməyəcəksiniz, hər şeyin öhdəsindən gələcəksiniz. Uğurunuz diqqəti cəlb edəcək, sizi daha yaxından tanımaq istəyənlər mütləq olacaq. Gün mənzərəni dəyişmək, bəzi yeni yerləri ziyarət etmək üçün mükəmməldir. Həm iş, həm də istirahət səfərləri yaxşı nəticə verəcək. Hər iki halda yol boyu xoş tanışlıqlar ehtimal olunur. Çətin ki, bugün mübahisələrdən qaça biləsiniz. Yalnız düzgün fikirlər söyləsəniz belə, kimsə mütləq sizə etiraz etmək istəyəcək. Həyəcanlanmamaq vacibdir. Xoş niyyətinizi qoruyun, həm söhbətləri diqqətlə dinləyin, tənqidi iradları sakitliklə qəbul edin. Bu, ən inadkarları inandırmağa və münaqişədən qaçmağa kömək edəcək. Təkcə özünüz üçün deyil, başqaları üçün də çox faydalı işlər görə biləcəksiniz. Çətin vəziyyətə düşən insana kömək etmək mümkün olacaq və buna çox sevinəcəksiniz. Sosial tədbirlərdə iştirak sizə maraqlı tanışlıqlar etməyə imkan verəcək. Oğlaq. Gün ərzində hər şey problemsiz keçməyəcək, amma ümumilikdə gün uğurlu olacaq. Səhər saatlarında bir çox oğlaq həddindən artıq həssas ola bilər, bu isə ciddi məsələlərin müzakirəsini çətinləşdirəcək. Qətiyyətli və sərt olmaq əvəzinə ətrafınızdakılara qarşı anlayışlı və dözümlü olun, bu ünsiyyəti asanlaşdıracaq. Günün ikinci yarısı isə yeni təşəbbüslər və cəsarətli qərarlar üçün əlverişli olacaq. Orijinal ideyalar irəli sürmək üçün yaxşı zamandır, rəhbərlik onları dəyərləndirəcək, etibarlı həmkarlar isə ideyalarınızın reallaşmasında sizə dəstək verəcəklər. Önəmsiz şeylər haqqında uzun söhbətlərdən qaçın, xırda şeylər haqqında mübahisə etməyin. Bugün onlar həmişəkindən daha çox enerji alacaq və uğur qazanmaq istədiyiniz vacib bir işə diqqət yetirməyinizə də mane olacaq. Ən vacib məqsədlərinizi düşünün, onlara necə nail ola biləcəyinizi mütləq başa düşəcəksiniz.
Qərarlar verməkdə tələsməmək daha yaxşıdır, xüsusən də onlar təkcə şəxsən sizə deyil, digər insanlara da aid olduğu hallarda. Etibar etdiyiniz insanlarla məsləhətləşin, bugün başqasının təcrübəsi çox faydalı olacaq. Günün ikinci yarısında səfərlər planlaşdırmamaq daha yaxşıdır, çünki onlar gözlənilmədən yorucu ola bilər. Qeyri-adi ideyalar, cəsarətli planlar, eləcə də planların həyata keçirilməsinə kömək edəcək görüşlərin günüdür. Vəziyyət gözlədiyiniz kimi olmaya bilər, amma yenə də çox şanslı olacaqsınız. Belə vəziyyətlərdə özünüzü itirməmək vacibdir. İntuisiyanızın təlqinləri sayəsində siz düzgün qərarlar qəbul edəcək, vaxtında tədbir görəcək və məqsədinizə çatacaqsınız. Sevdiklərinizlə ünsiyyətdən həzz alın. Həqiqətən başa düşüldüyünüzü və qiymətləndirildiyinizi hiss edəcəksiniz. Köhnə fikir ayrılıqları keçmişdə qalacaq, yeniləri yaranmayacaq. Gün sakit keçsə də sonunda məhsuldar alınacaq. İşləri qaydasına salmaq, diqqət tələb edən bəzi xırda məsələləri həll etmək mümkün olacaq. Əvvəllər sizə vacib xidmətlər göstərmiş insanlara kömək etmək imkanı yaranacaq. Bəzilərinin köhnə işgüzar əlaqələrini bərpa etmək şansı olacaq. Günün ilk yarısında cəld hərəkət etməli olacaqsınız, düşünməyə vaxtınız çox az olacaq. Ancaq sonra planlar üzərində düşünmək, həmfikir insanlarla müzakirələr aparmaq üçün əlverişli bir dövr gələcək. Yeni işə başlamaq üçün yaxşı gündür. Bu, mürəkkəb və çaşdırıcı görünə bilər. Amma imtina etmək üçün əsas yoxdur. Hər şeyi tez başa düşəcəksiniz, bundan əlavə yaxınlıqda təcrübəsini bölüşməyə və lazım olduqda kömək etməyə hazır olan bir adam olacaq. Qəfil səfərlər tələb oluna bilər və onlar yaxşı nəticə verəcəklər, əla vaxt keçirəcək, planlaşdırdığınız hər şeyi də yerinə yetirəcək, istədiyiniz nəticəni əldə edəcəksiniz. Uğursuz maliyyə itkisi ehtimalı var, amma narahat olmağa dəyməz, kiçik məbləğlərdən söhbət gedir. Bundan əlavə, tezliklə gözlənilməz bir mənbədən pul da alacaqsınız. Dolça. Gün düşündüyünüz kimi axmayacaq. Bəzən başqaları ilə ünsiyyətdə istədiyiniz sözləri tapa bilməyəcəksiniz. Artan emosional həssaslıq öz mövqeyinizi müdafiə etməyi çətinləşdirəcək. Səhər saatlarında daha sakit və təkbaşına həll edə biləcəyiniz işlərlə məşğul olmaq daha məqsədə uyğundur. Lakin çox keçmədən bir çox dolçalar özlərində enerji artımı və müsbət əhval-ruhiyyə hiss edəcəklər. Vaxtilə itirdiyiniz imkanları bərpa edəcək, buraxdığınız səhvləri düzəldəcək və ünsiyyətdə çətinlik yaşadığınız insanlarla münasibətləri yoluna qoya biləcəksiniz. Bugün təlaşın qarşısını almaq mümkün olmasa da, bütövlükdə gün olduqca yaxşı keçəcək. Düzdür, yarı yolda qərar qəbul etməli və planları tez dəyişməli olacaqsınız. Amma bu sizi əsəbləşdirməyəcək. İmprovizasiya qabiliyyətiniz yeni şəraitdə çevik davranmağınıza yol açacaq. Yeri gəlmişkən, bugün başqalarının diqqətini cəlb edəndə məhz sizin bu keyfiyyətləriniz olacaq. Çoxlarının sizi daha yaxından tanımaq istəməsi mümkündür. Bugün bəzi sosial əyləncələr üçün əladır, böyük şənliklərdə iştirak etməkdən tutmuş yaxınlarınız üçün hazırlanmış ev şənliklərinə qədər. Gün işləri qaydaya salmaq, uzun müddət yarımçıq qalan işləri çeşidləmək üçün idealdır. Adi fəaliyyətlər yorucu görünməyəcək, üstəlik siz onlara yaradıcılıqla yanaşacaqsınız, ona görə də darıxdırıcı olmayacaq. Səhər gözlənilməz görüşlər mümkündür, buna görə planlarınızı dəyişdirmək istəyəcəksiniz, tamamilə yeni bir iş götürməyə hazır olub olmadığınızı düşünün. Axşam vacib məsələləri müzakirə etmək üçün əla vaxtdır. Onlar işə, evə və şəxsi münasibətlər sahəsinə aid ola bilər. Siz mütləq vacib bir şey eşidəcəksiniz, yaxşı məsləhət alacaqsınız. Söhbət üçün əla gündür. Görüşlər nə qədər əhəmiyyətli olsa, bir o qədər yaxşı keçəcək. Yaxşı təəssürat yaratmaq üçün çox çalışmaq lazım deyil. Sadəcə özünüz kimi davranın, sünilikdən imtina edin. Qeyri-adi, lakin çox cəlbedici təkliflər istisna edilmir. Onlara razılıqla cavab versəniz, faydalı təcrübə qazanacaqsınız. Bəzilərinə köhnə, az qala unudulmuş borcları qaytarılacaq və ya çoxdan gördükləri bəzi işlərə görə zəhmət haqqı ödəniləcək. Yaxşı alış-veriş edə bilərsiniz. Başqalarının gücündən kənara çıxan işlərin öhdəsindən asanlıqla gələ, hər kəs üçün tamamilə ümidsiz görünən bir işi uğurla başa çatdıra bilərsiniz. Tale bugün sizin tərəfinizdə olacaq. Həqiqətən vacib bir işi öhdənizə götürmək, cəsarətli bir planı həyata keçirmək üçün bundan yararlanmağa dəyər.
Günün birinci yarısı nisbətən sakit keçəcək, lakin ikinci yarıda təlaşdan qaçmaq çətin olacaq. Planlarınızı qarışdıracaq bəzi xırda məişət problemləri yarana bilər, başqalarının xatirinə bəzi işləri təxirə salmalı olacaqsınız. Ancaq ciddi çətinliklər olmayacaq və axşama qədər hər şeyi anlayacaqsınız. Balıq. Səhər çətin keçəcək. Başqaları ilə münaqişələrdən qaçmaq asan olmayacaq. Bəzi balıqlar yaxın qohumlarının problemlərini həll etmək üçün öz planlarını dəyişdirmək və işlərini yarımçıq qoymaq məcburiyyətində qalacaqlar. Hətta adətən rahat anlaşdığınız insanlarla belə bugün ortaq dil tapmaq çətin ola bilər. Kiçik maliyyə problemləri də mümkündür. Lakin günün ikinci yarısında müsbət meyllər güclənəcək. Gələcək fəaliyyətinizdə işinizə yarayacaq yeni bacarıqlar öyrənmək şansı əldə edəcəksiniz. Axşam isə ailə üzvləri ilə birlikdə dincəlmək və vaxt keçirmək üçün ən yaxşı zamandır. Bugün başqalarını sevindirmək, hətta əvvəllər yalnız sizin çatışmazlıqlarınızı görənlərdə belə xoş təəssürat yaratmaq sizin üçün çox asan olacaq. Çoxları sizin xoş niyyətinizi bəyənir, sizi daha yaxından tanımaq və dostluq etmək istəyənlər mütləq olacaq. Cazibədarlığınız iş məsələlərini həll etməyə kömək edəcək. Əgər kiməsə kömək üçün müraciət etsəniz, çox güman ki, sizə rədd cavabı verilməyəcək. Diqqətinizi ən vacib işə cəmləsəniz və xırda şeylərə yayınmasanız, gün xüsusilə məhsuldar olacaq. İstədiyiniz nəticəni əldə etdikdən sonra dərhal özünüzü daha sərbəst və inamlı hiss edəcəksiniz və bu, digər vəzifələrin öhdəsindən tez bir zamanda gəlməyə imkan verəcək. Planlaşdırdığınızdan da çoxunu etməyə vaxtınız olacaq. Hər şey yaxşı alınacaq, sadə qərarlar düzgün çıxacaq, nə özünüz, nə də başqaları üçün həyatı çətinləşdirmək istəməyəcəksiniz, buna görə də hədəfə ən qısa yolla gedəcəksiniz. Çətin vəziyyətdə qalanlara kömək etmək fürsəti yaranacaq və siz bundan istifadə etməyə çalışacaqsınız. Gün yeni tanışlıqlar üçün əlverişlidir. Hətta çox tələbkar insanlarda da xoş təəssürat yaratmaq sizin üçün asan olacaq. Çoxları ideyalarınızla maraqlanacaq və onların həyata keçirilməsində həvəslə kömək təklif edəcəklər. Gün mürəkkəb və vacib işlər üçün əlverişlidir. Demək olar ki, heç kim bunu sizdən yaxşı idarə edə bilməz. Ancaq bu o demək deyil ki, kömək təklif olunarsa, ondan imtina etməlisiniz. Həmfikir insanlardan ibarət komanda toplamaq şansınız olacaq, onlarla daha çox mühüm qələbələr qazanacaqsınız. Əvvəllər yalnız işgüzar xarakterdə olan münasibətlər qeyri-rəsmi çalar alacaq. İşdə romantik münasibətlərin oyanması mümkündür. Günün ikinci yarısı ev işləri üçün çox münasibdir, hər şeyin öhdəsindən mükəmməl gələ bilərsiniz. Səhər xırda şeylərdən narahat ola bilərsiniz, ancaq bu, planlarınızı həyata keçirməyə, lazım olan hər şeyi etməyə mane olmayacaq. Nə qədər çox yeni vəzifələr ortaya çıxsa, onların həllini bir o qədər həvəslə qəbul edəcəksiniz. Ciddi maneələr belə sizi geri çəkilməyə məcbur etməyəcək, siz mütləq onları aradan qaldırmağın bir yolunu tapacaqsınız. Günün ikinci yarısı xeyli sakit olacaq. Təhsil və yaradıcılıq, həmçinin təxəyyül tələb edən hər hansı fəaliyyət üçün mükəmməldir. Qohumlar bir çox təkliflərinizə həvəslə cavab verəcək, ehtiyac olarsa, köməkdən imtina etməyəcəklər.